Herkese salamlar dostlar. Necəsiz, yəqin yaxşı olarsınız. Bugün də sizlərlə birlikdə car parkingdəyik və car parkingə yeni bir güncəlləmə gəlib uşaqlar. Bu güncəlləmədə nələr var? Bu gün ona baxacağıq. Güncəlləməmiz 4.9.9-dur. Yeni maşınlar gəlibdi. Bir dənə Camry, bu Camry çoxdan gəlmişdi. Yəni çoxdan deyəndə bir güncəlləmədən qabaq gəlmişdi. Bunu real pulla satırlar. Digər iki maşınımız var bunlar. Bu ikisini də görevdən verir. O görevi hələ bilmirəm nədir. Yəni nə etməliyik, hələ ondan başım çıxmır. Bir dənə də iki dənə belə bir maşın gətirib. Bu da pullandı. Bu da coinləndir. İndi uşaqlar bu gün nəyə baxacağıq? Bu yarışdır nədir buna? Birinci maşın seçməliyik. Hə, premiumda deyəsən bu Mercedes'dir. Premium olmayanda da sadədə də bu şeydir. Hyundai yox, Hyundai deyil idi. Deyəsən Hyundai olmalı, nəysə. Biz deyəsən burada hər maşınla gedə bilmirik, sadəcə motoru yavaş olanlarla gedə bilirik. O da. Bax elə bu yaxşıdır. Bir dəqiqə mən bunlara baxmalıyam, çünki çox maşınım getmir mənim. Hamısı T6 motordur çoxu. Ona görə seçim eləməliyik. O da bir dəqiqə, bu neçə HP-dir? Bunu bir dənə seçək. Neçə HP-dir bu? 414. Əla, süper. Yəni burada biraz hilə kimi bir şey elədim. 414 HP-lər əslində çox sürətlidir. Amma bu oyun onu algılamır. Sadəcə HP-si yavaş olan maşınlarla gedə bilirik burada. Çünki bu görev biraz çətin olacaq. Keçən dəfə gələn o construction görəvi çox çətin idi. Bu da yəqin o qədər çətin olmaz. Çünki 2 dənə maşın verir. Onlar yəni olsadılar, olmazsalar. Görək indi. Burada deyəsən vaxtla yarışırıq. Birinci yerdə 5 dəqiqədə qutarıblar buranı. Sonra Formula 1 ilə F1 ilə falan gəliblər, keçiblər. Attack time. Burada yarış eləyirik. Mən bunu yarış elədim bir dəfə. Allah. Ayda. Yarış eləyirik biz burada. Oynadım mən, sadəcə çox vaxt getdi. Yəni 15 dəqiqəyə, 20 dəqiqəyə mən bunu tamamlaya bildim. Sadəcə baxacağım indi, görüm nə takas atırlar. Yox, istəmirəm sənin takasını. Heç onu oynayaq, başlayaq. 6 dəqiqəni görək, altından bunu tamamlaya biləcəyimi mümkünsüz bir şeydir. Yəni onu eləmək çox mümkünsüz bir şeydir. İndi sizlə birlikdə yarışacağım. Vaxtımız başladı. Kənarlara çıxanda əlavədən bizə vaxt verir. Və maşınım da sağ olsun çox daha pis gedir. 7 saniyəmiz, 8-10 saniyəmiz gedibdir. Bir dənə 30 dənə deyəsən bu şeyləri tamamlamalıyıq. 18 kilometrlikdə yerimizdir. Ayda, vaxt. Və görürsüz, əlavədən getdi. Bu alınmadı. Çox dayandım. 12 saniyəlikdə bir vaxt getdi. Təzədən yenə başlayacağım buna. Yenidən bir başlayaq. Bunlarla yarışırıq ya yox? Bunlarla yarışırıq deyəsən eyb olmaz. Onsa bizim onlara ehtiyacımız yox. Sadəcə qısa bir vaxtda tamamlamalıyıq. Bilmirəm, deyəsən birincilik falan olan nəsə olur. Tam ondan bilmirəm, nəysə. Yenə də yarışaq. Çox sürətli getmək, çünki sürətli gedəndə maşını idarə eləmək olmur. Bax, 100 ilə falan getsək məncə yaxşıdır. Kənarlara çox çıxmayaq kənarlara. Çıxmayaq kənarlara, saniyə verdi, 2 saniyə əlavədən verdi. O saniyəndə burada var. Bunu yəqin videodan sonra özüm yoxlayacağım. Görüm yəni o 5 dəqiqə müddətində getmək olurmu ya yox. Mən çox çətindir. Yəni çətin olacaq 5 dəqiqədə buranı tamamlamaq. Yenə də sürək baxaq. Həm motoru sürətli maşınlar icazə vermirlər sürməyə. Çox sürətliləri, düz bu 414 HP-dir. Mənim 07-im 1695 HP-dir. O da ki çox qəşəngdir. Mən onunla belə yəni 20 dəqiqədə getdim, çatdım. Onlar yəni necə eləyiblər buranı 5 dəqiqəyə? Yəqin ki çox yaxşı sürdülər, ya da ki maşınları çox sürətli olubdur. Bax görsən mənim maşınım çox drift eləyir. Bundan alınmır. Ya yavaş gediblər, çox çöllərə çıxmayıbdılar, ya da ki yəni F90 ilə bunu eləyibdilərsə, demək ki eləmək olurmuş da. Yəni siz də yoxlasanız biləsiniz nə deyirəm, çox çətindir. Yəni maşınınız çox yaxşı olmalıdır. Belə yollarda falan dönməsi falan hər şey yaxşı olmalı. Bax görürsüz, sıra çıxıyor. Yox. Bu maşınla getmək olmur. Başqa maşınlar da mən yoxlayacağam. Yəni
birinci olmağını bilmirəm nə olacaq. Yəni birinci olanda yeni mərhələ takas. Hə. Yəni birinci olanda bilmirəm nə olacaq. Məncə birinciliyə ehtiyac yoxdur. Sadəcə vaxtımızı qısa eləsək yaxşı olar. 3 kilometri 1 dəqiqədə getmişəm. 18 kilometr. Ha 2 dəqiqəyə mən 3 kilometr getmişəmsə 2 dəqiqəyə. Onda belə çıxır 2 dəqiqəyə 3 kilometr, 6 12 dəqiqəyə də, hə, 12 dəqiqəyə də mən onda bütün yarışın hamısını qutararam. Əgər əlavə saniyələrlə vaxt da verməsə 12 dəqiqəyə bitirərəm. O da ki heç listəyə girə bilmirik. Düzdür, listə bizə lazım deyil, amma mən indi bilmirəm. Yarışı bir dənə tamamlayacağam. Videonu dayandırıb tamamlayacağam. Görüm orada bizə nəsə xaldı falan nəsə verirmi o Mercedes almaq üçün. Aha, 8-ci şeyi də tamamladıq. Burada 30 dənə tamamlamalıyıq maksimum. Maksimum nə idi? Yəni 30 dənə tamamlasaq yarış bitir. Xəritəyə də belə altdan baxa bilirik. Hələ çoxdur yolumuz. 13 km maşın çox dönür. Nəysə, onda mən bunu tamamlayım. Videonu açarım, sonra göstərəcəm. Uşaqlar, az bir yer qaldı. Çatırıq demək olar. 9 dəqiqə buradan, 50 saniyədə oradan, 10 dəqiqə tamamlamış oldum. Hələ ayda 11 dəqiqə ayda. Bu maşın çox pis maşındır. Sadəcə çox kənarları sürüşür. Başqa bir maşın tapıb eləyərəm. Əslində mən bunları eləməyəcəm. Yəni mənim fikrim var ki, bazardan tapım. Çünki əlimdə çox yaxşı maşınlar var. Onlar da barterlik, yəni eləyərəm. Lap sizdə də varsa əgər. Mən maşınların hamısını videonun axırında göstərəcəm, barterlik olanları. Buradan o tərəfə düppələmizi sürətlə sürək. 9 dəqiqə, 11 dəqiqə, 10 dəqiqə 30 saniyə falan. Nə qədərə oldu? Finish rate 10 dəqiqə 30 saniyə. Hə, 10 dəqiqə 30 saniyə finish rate. İndi bizə nə verdi? Biz onu hardan biləcəyik ki, yəni nə oldu? Görün bir dənə mən tabloya təzədən baxmaq istəyirəm. Biz hardan başlamışdıq? Ha, o biraz arxadadır, Mən bir baxmaq istəyirəm, görüm, yəni ən sürətli 5 dəqiqə görmüşdüm orada. Sıralamayı məncə girə bilməmiş 10 dəqiqə çünki məncə hamı eləyir. Bir də yaxşı maşın tapsam, yəni çalışsam sıralamaya girərəm. Yəni ilk 5-ə girərəm çünki biraz digərindən asandır. Digər o construction görəvindən qat-qat asandır. Sadəcə mən puan verməyinə baxacağam. Ya puanı yaxşı versə, elə buradan da davam eləyəcəm, belə sürəcəm, yəni puanı versin. Yo, XP-si çox az versə, yəni keçən dəfə bir dənə məsələn daşımağa XP 1000 verirdi, 2000 verirdi. Görürəm 5 dəqiqə 12 saniyəyə, 6 dəqiqəyə falan, 7 dəqiqəyə falan tamamlayıbdılar. Oo, bax burada da məsələn bu var. Rayon Game-dən məsələn maşını var. İndi görək Rayon Game nə ilə barter eləyəcək falan. Yəni belə maşınları mən taparam. Buradan indi mən necə baxa bilərəm? Yəni burada mən nəyə baxacam ki, mənə nə qədər puan verdi ya bir şey. Mən bunu necə ala bilərəm? Finish with time. Ha, bir dəqiqə. Burada yəni deyir ki, başa düşdüm. Hə, bildim. Bunları tamamlamalıyam. Yəni ki, T3 motorla 7 dəqiqə 30 saniyədə tamamlasaq, bizə bu maşını verir. Bir də ki, mən premium almalıyam bu Mercedes üçün. Mercedes'i ancaq zamanla tapacam. Sadəcə mən arxadakını ala bilərəm. Yəni T5 motorla 6 dəqiqə 15 saniyədə tamamlamalıyam. T4 ilə 7 dəqiqə, T3 ilə 7 dəqiqə 30 saniyədə. Mən də bu maşın nə gedir? T3 gedir, T4 gedir. Bu T5 gedir. Yəni mən T5 ilə 4 dəqiqə çox tamamlamışam. Bu maşın çox pisdir, dəhşət çox pisdir özdə. Baxın görüm daha yaxşı. Məsələn, burada 99 HP bir şey var idi. O T1 gedir hətta. Çox yavaş maşında T3. T3 gedir. 99 HP-dən amma dəhşət çox sürətli. Yəni NM-sindən biləsi 2300 NM-dir. Yəni onun kimi bir şey gedir. Mən o Mercedes-i ala bilməyəcəyimə görə, heç o birisi Hyundai'dır, bilmirəm, Yapon maşındır, tam adım şey bilmirəm. Ya Mitsubishi, hə, Mitsubishi olmalıdır. Yəni o qədər də marağım deyil, mənə əsas Mercedes lazımdır. Ona görə də mən də onu ingilislərdən tapacağam. Digər maşınlar da nələrdir? Burada belə bir pick-up var. Pick-up da, hə, pick-up idi. Yeni maşınlardan bu pick-up pulla satılır yəqin ki. Görüm nə qədərədir? 4 dollar, 5 dollaradır. Bu da 10 dollaradır. Bu maşında neçədir? 2500 coin. Bunu da tapacağıq. Yəni hamısını burada nə görürsə, əsas bu Camry-dir. Mən bu Camry-dən çox xoşum gəldi. Bunu almaq istəyirəm. Mercedes-dəki o bayaq tapdığımıza dedi ki, yəni satmıram falan, onda ehtiyac yoxdur. Yəni mən özüm
videodan kənar gəzəcəm bütün serverlərin hamısını və buradan maşın sata-sata Wordsale açıq deyil. Wordsale-dən coin yığa-yığa bəlkə Wordsale-də də bir qabağıma çıxar o Mercedes-dən. Nəysə bu günlük bu qədər deyirəm. Gələn videolarda görüşərik. Yeni xəritədə onu da bir dənə göstərim. Yeni xəritədə bir dənə gətiribdilər. O da ki bu şeydə yarış yeri. Başqa da bir yenilik yoxdur məncə. Mən yəni elə bildim. Bir dənə yenə də bir bazara zada gedək görək bazarda nəsə varmı, yoxmu? Yox, bazarda da o qədər bir dəyişiklik yoxdur. Başqa yerlər də hətta uşaqlar bura çox böyük eliflər. Buranı dəhşət çox böyük elifdilər. Başqa da bir yeni bir məkan yer yoxdur. Mən yəni bazar güncəlləməsi gözləyirəm bu car parking yapımcılarından. Qəşəng bir bazar düzəltsələr məncə yaxşı olardı. Belə binaları falan olan, içində məsələn bahalı maşına coinlə satışın olduğu yer falan, yəni olsaydı yaxşı olardı. Nəysə, bu günlük bu qədər olsun. Gəlin videolarda görüşərik və car parkingdə gözlədiyimiz o günə bir maşın alıram serisi də davam eləyəcək. Sadəcə biraz xəstəyim deyə videomu belə qısa kəsməli oldum. Daha yaxşı videoları çəkəcəm, narahat olmayın. Bəlkə axşam bir dənə video paylaşdım. Sağ olun, özünüzə yaxşı baxın. Hələlik.